Hamıya salam. Necəsiz? Ümid edirəm ki, yaxşısınız. Bugün sizə 36 sözdən 8-incisi haqqında danışacağım. Bu söz yemək və içmək qaydalarını özündə birləşdirir. Videonu çəkməzdən əvvəl qısa qeydlər götürmüşəm və bu qeydləri sizinlə bölüşəcəm. Və çalışmaq lazımdır ki, bunlara əməl olunsun. Bunlardan biri kiminsə gözünün qabağında yemək yeməməklə bağlıdır. Yəni, ola bilər ki, sənin yediyin adi dönər, şora və yaxud hər hansı bir qida olsun, hər hansı bir insan onu uzun müddətdir ki, ala bilmir, imkanı yoxdur. Buna fikir vermək lazımdır. Daha sonra sağ əl qaydasına əməl etmək lazımdır. Bütün gördüyümüz xeyir işlərdə eyni zamanda yemək yeyərkən və ya su içərkən sağ əldən istifadə etmək lazımdır. Yeməyə bismillah ilə başlamaq və əlhəmdülillah sözü ilə bitirmək lazımdır. Bu bizə kömək edir. Nəyə? Yeməyin, bizim qəbul etdiyimiz qidanın, nemətin kimdən olduğunu xatırlamağa. Ayaq üstə yeyib içmək olmaz. Hərəkət eləyərkən yeyib içmək olmaz. Oturaraq yemək lazımdır və oturaraq su içmək lazımdır. Yeməkdən əvvəl və sonra əlləri yumaq lazımdır və yeməkdən sonra ağzı 3 dəfə yaxalamaq lazımdır. İnsan yediyi qidaya və onun qəbul olunma tərzinə fikir verməlidir. Çalışmalıdır ki, həmin qidalar halal olsun, indiki zamanda bu nə qədər çətin olsa belə və həmin qidanı qəbul edərkən mədəni bir şəkildə, asta, qurtum-qurtum və yaxud hissə-hissə qəbul etməlidir. Nə qədər də ac olsa, nə qədər də susuz olsa belə. Hətta onu da qeyd edim ki, suyu bir dəfəyə yox, 3 dəfəyə, 3 nəfəsə, 3 qurtuma içməyiniz sizin üçün daha xeyirlidir. Daha sonra yeməkdən şikayətlənməmək lazımdır. İstər evdə, istərsə də qonaq getdiyiniz yerdə. Heç bir halda yemək barədə pis fikir söyləmək olmaz. Çalışmaq lazımdır ki, yediyimiz şeyi bölüşək. İstər ailə fərdləri ilə, istərsə də dostlarla. Çünki birlikdə yemək yeməkdə bərəkət vardır. Eyni zamanda acmadan süfrəyə yaxınlaşmaq, tam doymadan da süfrədən durmaq lazımdır. Çünki mədənin 1/3 yemək, 1/3 su və 1/3 də nəfəs almaq üçün qalmalıdır. Bu qeyd etdiklərimin hamısı Peyğəmbərimiz Muhammed sallallahu əleyhi və səlləmin bizə verdiyi nəsihətlərdir və hal-hazırda müasir elm xadimləri bunların faydalarını üzə çıxarırlar. Çox yemək mənəvi cəhətdən də qəlbi qaraldır və insanı passivləşdirir. Peyğəmbərimiz Muhammed sallallahu əleyhi və səlləm buyurmuşdur ki, Adəm övladı mədəsindən daha pis bir qab doldurmamışdır.